Nəsibə İsrafil qızı vətənpərvər, elinə, obasına, millətinə bağlı olan bir xanımdır. Uzun illərdir ki, vətəninə olan sevgisini, hisslərini öz şeirlərində tərənnüm edən müsahibim hələ məktəb yaşlarından bu sənətə həvəs göstərib. 6-cı sinifdə oxuyanda dedilər ki, şeir müsabiqəsi keçiriləcək, Səməd Vurğuna həsr olunmuş, Səməd Vurğunun yubileyinə. Müəllim dedi ki, kimin istedadı var, özü yazsın, gətirsin. Kimin istedadı yoxdur, getsin, otursun kitabxanada. Bizim gözəl bir kəndimizin, Bedibasar mahalının Xalisa kəndinin gözəl bir kitabxanamız var idi. Mən də getdim bir-iki gün kitabxanaya, gördüm ki, əzbərləmək çətindir, uzun uzadı. Qərarı aldım ki, elə özüm şeir yazaram da. Belə oldu, ilk şeirim Vurğunun adlı bir şeir oldu. 1988-ci ildə Bedibasar mahallından Füzuliyə üz tutmalı olur. Burada təhsilini davam etdirən Nəsibə xanım vətən, yurt həsrətini misralara köçürür. İçimizdə bir vulkan püskürdü. Orada mən hiss elədim ki, şeir yazmağa başlayıram. Şeirlərim başladı Araz mətbəəsində çap olunmağa. Sonra elə oldu ki, Füzulidə olmadı. Biz Bakıya gələsi olduq. Sırf elə bil ki, o ağrı, o acı, o həsrət, o vətənpərvərlik artıq canımıza hopdu da. Bunun ikinci tərəfi olmadı. Və mən başladım vətən bayatıları yazmağa, vətən sevgisi yazmağa. İstəyirdim ki, Bedibasarımı tərənnüm eləyim, Füzulini tərənnüm eləyim. Mən də o kənddənəm, o kənddən qardaş, Qarabağ nəğmələrim və yaxud Könlümün səsi. Yəni, kitablarımın elə adından da Ağrı dağın görəydim, kaş, bax, belə bir adlarla yaradıcılığa başladım. Vətən həsrətli şairin qələmə aldığı şeirlər mahnılara da çevrilib. Bu mahnılar tanınmış müğənnilərin ifasında səslənib. İlk işim oldu Ester Xalqarsisti, Lütfiyar İmanovla gözəl bir disk araya ərsiyə gəldi. O vaxt Lütfiyar müəllim Fransaya tez-tez gəlib gəlirdi, orada dərslər verirdi. Fransız dilinə tərcümə olundu, dərsliyə salındı. Ondan sonra ikinci ən böyük uğurlu işim Respublikanın əməkdar artisti Nuriyə Hüseynova Türk oğlu mahnımı oxudu. Bütün Türk dünyasında bu mahnı yayımlandı. Gülyana xanımla işbirliyimiz oldu. Bir 12 mahnımız var hal-hazırda. Ruhumda cansan, damarda qansan, ey ana vətən, Azərbaycansan. 15 kitabın və 100-ə yaxın mahnının müəllifi olan Nəsibə xanımın musiqi təhsili olmasa da, şeirlərinin bir qisminə özü mahnı da bəstələyib. Qarabağ nəğmələrim. Bunu Zəfər gününə hazırladıq bu kitabı. Deməli, burada 44 nəğmə, 44 rəy var. Bu 44 nəğmənin 44-ü də həmin ərəfədə efirlə gedən mahnılardır. Qarabağ nəğmələrimdən sonra Vətən aşiqlərik. Orada da yeni mahnılar var. Musiqisi özümə aid olanı da var. Sizin əlinizin altında bir kitab var, Abbasqulu bəy. O kitab 2006-cı ildə Abbasqulu bəyə həsr olunmuş, Qərbi Azərbaycana, Bedibasar mahalına həsr olunmuş bir kitabdır. O kitab Təhsil Nazirliyimiz tərəfindən gözəl qarşılandı. Orta məktəblərə dərslik kimi paylanıldı. Şairin General Polad Həşimova ithaf etdiyi Əroğlu şeiri əsasında bəstəkar Məmməd Cəfərov kantata yazıb. Həmin əsər Heydər Əliyev sarayında Zəfər gününə həsr olunan tədbirdə səsləndirilib. Sevincdən yazılan şeirlə həsrətdən yazılan şeirin fərqi çox böyükdür. Bütün analar adından, şəhid analar adından demək istəyirəm ki, pətəkdədir diləyimin ballısı, gözəl lalə, toy nişanın xallısı, çalınacaq ulu turan yallısı, coşub çağlayacaq nəğməkar dillər, müharibə istəmir ya ellər, müharibə istəmir ya ellər. Qeyd edək ki, Nəsibə İsrafil qızı vətənpərvərlik mövzusunda yaradıcılığına görə bir çox mükafatlara layiq görülüb. Mən xoşbəxtəm. Qismətimi ulu Tanrı özü yazıb. Taleyimdən həsrətləri, hicranları, gecələri əldən alan acıları, ürəyimi parçalayan ağrıları, fəsil-fəsil, zaman-zaman özü pozub. Qismətimi ulu Tanrı özü yazıb. Mən xoşbəxtəm.